YouTube, mən Kamran Bəyəziz. Bu günləri sizə Tofiq bəy və Aysu xanımın toy çəkilişini edəcəyik. Foto və video ilə məşğul oluruq. İstər dövlət tədbiri, istər toy, istər ad günü, istər korporativ tədbirlər üçün bizə müraciət edə bilərsiniz. Əlaqə nömrəmiz aşağıda olacaq. İndi isə baxaq. Toyumuz Cıdır Düzü restoranında oldu. Yenilənib, səhnələri, bəy gəlin yeri. Çünkü bugün Tofik Bey'le Aysu Hanım'ın toy günüdür. Sizə ve interyerini göstərim hal-hazırda. Geldiğimiz sahneden zala daxil olacaklar. Tabii ki onları gürültülü alkışlarla karşılayacağız. Eğer herkes hazırdırsa o zaman bugünümüzün sebepkarlarını karşılayacağız. Aparıcımız isə Elvin Babaşov idi. Bəylə gəlin artıq Gürültülü alkışlarla restorana daxil olur. karşılayırıq. Tofik Bey, Aysu Hanım. Xoşbəxt olsunlar gənclərimiz. Ailə səadəti arzu edirik. Bizi nikah telleriyle birleştirirsiniz. Bugünden itibaren bu hayat yolunda hoş adımlarınca, hoş günlerinizi, hayat kayıplarınızı beraber paylaşacaksınız. Bu hayatta en mesuliyetli aklınızı atmışsınız. İcazə verin bu güzel, tenteneli nikah merasimi karşısında size sağlayın. Hürmetli Və ilk rəqsin edirlər bəylə gəlin. First dance. Videolarımızı qısa-qısa tutacağıq. YouTube'da problem olmasın deyə. Və burada toyun açılışı olur. Xan qrupu toyun açılışını edir. Cıdır Düzü haqqında məlumat verim biraz. Cıdır Düzü restoranı bir xeyli dəyişiklik olub. İstər içərdən, istər çöldən. Yeməkləri həmişə çox möhtəşəmdir. Və rəhbərlik, istər rəhbərlik olsun, istər işçi heyəti. Elvin Babaşov hal-hazırda çıxış edir. Həm toyu aparırdı, həm də ki
öz heyəti ilə çıxış edirdi. Çox şən aparır toyları. Hal-hazırda ekranda görürsünüz. Burada artıq diskoteka gedir. Daha doğrusu band qrupu gəlib burada işıqları göstərmək üçün sizə tam geniş formada göstərirəm. Çəkmişim daha doğrusu. Və kadrı qısa tutduğumuza görə tam toyu vermirik. Ancaq oradakı gedişatı göstəririk. Hal-hazırda isə aş mərasimidir. Və aşımızı artıq təqdim edirlər. Dostlar, bu qədər videomuzu çalışdığımız qədər qısa tutduq. Bu videonu bəyənməyi, rəy yazmağı unutmayın. Unutmayın ki, ən böyük dəstəyiniz məhz bəyənib rəy yazmağınızdır. Özünüzə yaxşı baxın. Hələlik.